Təxəllinin hökmləri. 1. Qibləyə tərəf dayanmamaq. Təxəlli zamanı üzü və ya arxası qibləyə tərəf dayanmaq olmaz. 2. Övrəti, ayıb yerləri örtülü saxlamaq. Təxəlli zamanı, həmçinin başqa hallarda insan öz övrətini həyat yoldaşından qeyri-hamıdan, istər qadın olsun, istərsə kişi, istər məhrəm olsun, istərsə naməhrəm, hətta yaxşı ilə pisi ayırt edə bilən uşaqdan örtülü saxlamalıdır. Amma ər və arvada övrətlərini bir-birindən ötmək vacib deyildi. 3. Təxəlli zamanı məkruh olan işlərdən bəziləri. Ayaq üstə bövl etmək, bərk torpağa və heyvanların yuvasına bövl etmək, suya, xüsusilə də axarı olmayan suya bövl etmək, bövl və qaiti saxlamaq, cəmaatın gediş-gəliş yolu üstündə və meyvə ağaclarının altında təxəlli etmək.